tarixi çiyinlərində daşıyan, bundan 100 ildə sonra eyni lentə təkrar bizə baxmaq şansı verən operatorlara demək istəyirəm ki, yazın səsimizi, səs yazanlar. Sizdən bu səsləri istəyəcəklər. Vaxt gəlib dünyadan biz köç edəndə yazılmış səsləri bəsləyəcəklər. Yazın dediyimiz hər bir misranı, duyun çaldığımız gözəl havanı, göylərdən gələndə ölüm fərmanı. Şair, səsini kəs deyəcəklər. Bilmirəm ömrümün harasındayam, bəlkə axırında, yarısındayam. Əl çatmaz bir eşqin sevdasındayam, eşqimlə dünyanı səsləyəcəklər. Dövrəmdə aşıqlar saza can verir, aşığın əlində saz da can verir. Nazilə can alır, aşıq can verir. Bu eşqi dünyada izləyəcəklər. Yazın səsimizi, səs yazanlar. Sizdən bu səsləri mütləq istəyəcəklər. Bəli, operatorlar ən qiymətli kadrlardır bugün bu sarayda. Yenə deyirəm, bu sarayı sökərsən, yerində 5 mərtəbə tikərsən. Saraydan iz də qalmaz. Bu uşaqların hərəsi bəlkə gələcəkdə bir polis rəisidir, heç xəbərimiz də yoxdur. Əgər bütün məmurların keçmişinə baxsaq, hamısı fəhləlikdən gəlir, hamısı əziyyətdən gəlir. Heç boyunlarını almayacaqlar bugün afisantıq biz. Baba da gedəcək, nənə də gedəcək, biz də gedəcək bu dünyadan. Amma izimiz oğlanların çeynindədir. Vəssalam, qəbul edək. Təşəkkür edirik bir daha Yamin çəkiliş qrupuna, Peşəkar kollektivinə. Həqiqətən toyumuzun ən gözəl, ən maraqlı anlarını sizlər üçün tarixlərə, yaddaşlara qeyd edir.